Üçüncü fəsil. Avtomobil şinlərinin asfalt üzərində səsi birdən dəyişdi. Robert Langdon mütaliəni saxladı və gözlərini heyrətlə qaldırdı. Artıq memorial köprüdür. Langdon qeydləri kənara qoydu və Potomak çayının sakit sularına tamaşa etdi. Suyun üzərində ağır çizgin asılmışdı. Dumanlı dərə adını doğruldan Foggy Bottom rayonu Langdona həmişə paytaxtın tikilməsi üçün yaramayan yer təsiri bağışlayırdı. Atabanilərin sərəncamında bütün yeni dünya var idi. Onlar isə utopik cəmiyyətin güşə daşını sahilyanı bataqlıqda qoydular. Langdon Amerika Panteonunun girdə cizgilərinə nəzər saldı. Jefferson memorialı. Qabaqda cizgiləri ilə Afinanın Parfenonu xatırladan ciddi Lincoln memorialı ucalırdı. Lakin şəhərin əsas bəzəyi Langdonun hələ havada olarkən gördüyü obelisk bir qədər uzaqda idi. Onu yaradanlara Yunanlar və Romalılar yox, onlardan da xeyli qədim sivilizasiya ilham vermişdi. Amerikanın Misir obeliski. Monolit sütun əzəmətli gəminin dor ağacı kimi hündürə göyə yüksəlirdi. Langdon obeliskə bucaq altında baxırdı və buna görə ona belə gəlirdi ki, sütun yerin üstündə yox, tutqun səmada xırda ləpələr üzərində olduğu tək yellənir. Professor da sanki ayaqları altında yeri itirmişdi. Vaşinqtona bugünkü gəlişi çox gözlənilməz idi. Mən evdə əminamanlıqda dincəlmək istəyirəm. Əvəzində Vaşinqtonun Kapitolisinə çatıram. Səhər həmişə olduğu kimi başlayırdı. 5-15 dəqiqə qalanda Harvardın hovuzunun tamamilə sakit sularına baş vurdu və boş cığırlarla 2 kilometr yarım üzdü. Langdon tələbəlik illərində su polosu üzrə ABŞ yığmasında oynadığı vaxt əlbəttə indikindən xeyli yaxşı görünürdü, ancaq 40 yaşını ötmüş kişi üçün qədd-qamətli və qıvraq idi. Fərq yalnız formanı saxlamaq üçün sərf olunan vaxt və qüvvədən ibarət idi. O saat 6-da evə gəlib səhər ritualına girişdi və ekzotik ətri məmnunluqla içinə çəkə-çəkə Sumatra kofesini üyütməyə başladı. Lakin demək olar həmin andaca avtocavabvericinin yanıb sönən işığı diqqətini cəlb elədi. Qəribədir. Bazar günü səhər saat 6-da ona kim zəng vura bilərdi? Langdon düyməciyi bastı və məlumatı dinlədi. Sabahınız xeyir, professor Langdon. Belə tezdən etdiyim zəngə görə bağışlayın. Nəzakətli cavan adam özünü açıq-aydın cəsarətsiz hiss edirdi və güclə sezilən cənublu ləhcəsi ilə danışırdı. Mənim adım Anthony Kelbartdır. Peter Solomonun katib referentiyəm. Mr. Solomon dedi ki, siz erkən oyanırsınız. O sizinlə bacardıqca tez əlaqə saxlamaq istəyərdi. Lütfən, bu məlumatı alan kimi ona zəng vurun. Onun birbaşa telefon nömrəsi sizdə yəqin var. Ancaq hər ehtimala qarşı deyim. 202-329-5746. Langdon birdən həyəcanlandı. Köhnə dostu, yüksək səviyyədə tərbiyə almış və nəzakətli Peter Solomon çox ciddi səbəb olmadan belə tezdən zəng vurmazdı. Axıradək üyüdülməyən kofeni yaddan çıxaran Langdon kabinetə tələsdi. Ümid edirəm hər şey yaxşıdır. Yaşları arasında cəmi 12 il fərq olsa da, Peter Solomon onun yalnız dostu deyildi. Həm də ona atasını əvəz etmişdi. Princeton Universitetində tanış olmuşdular. İkinci kursda oxuyan Langdonu bir tanınmış cavan tarixçi və mesenatın mühazirəsinə dəvət etmişdilər. Semiotikanın və arxetipik tarixin ofsunlayıcı obrazını dinləyicilərin nəzərinə çatdıran Solomon mühazirəni yolxucu fəhmlə oxuyurdu və Langdonun qəlbinə sonralar onun həyatının əsas ehtirasına çevrilən həvəsinin toxumunu səpdi. Hərçənd ona mühazirəyə görə minnətdarlıq məktubu yazmağa Roberti sövq edən Peterin parlaq ağlı yox, boz gözlərindəki mərhəmət idi. Gənc tələbə Amerikanın ən varlı və nüfuzlu intellektuallarından birindən cavab alacağına ümid etmirdi. Ancaq Solomon cavab verdi. Beləcə, hər ikisi üçün çox xoş olan dostluq başlandı. Məşhur müəllim və çox təvazökar insan olan Peter fövqəladə dərəcədə varlı Solomonlar ailəsindən idi. Onların adlarını bir çox binaların üstündə və ölkənin bir çox universitetinin xatirə lövhəsində görmək olardı. Avropalı Rothschildlər kimi Solomonlar ailəsini zənginliyin və uğurun nəysə mistik şəfəqi bürümüşdü və elə familiyanın özü Amerika cəmiyyətinin seçilmişlər təbəqəsinə məxsusluğa işarə edirdi. Peter hələ cavanlığında atasının varidatını, əlaqələrini miras almışdı və 58 yaşı üçün saysız hesabsız yüksək postlar tuturdu. Robert onun nöqsansız şəcərəsindəki yeganə ləkə, 2-ci dərəcəli Yale Universitetinin diplomu üzərində mütəmadi zarafat edirdi. Kabinetə daxil olan Langdon heyrətlə Peterin ona hələ faksda göndərdiyini gördü. Smithson İnstitutun katibi, Peter Solomonun ofisi. Sabahın xeyir, Robert. Mən dərhal səninlə danışmalıyam. Zəhmət olmasa bacardıqca tez 202-329-5746 nömrəsinə zəng elə. Peter. Langdon dərhal nömrəni yığdı və əl işi olan yazı stolunun arxasına əyləşdi. Peter Solomonun ofisi. Tanış səs bildirdi. Anthony Kelbart. Nə ilə kömək edə bilərəm? Salam, bu Robert Langdondur. Siz mənə məlumat qoymusunuz.
Bəli, bəli, professor. Cavan adam açıq-aşkar yüngüllüklə bildirdi. Belə tez zəng vurduğunuz üçün çox sağ olun. Mister Solomon çox istəyərdi ki, sizinlə danışsın. İndi sizi birləşdirərəm. Bir qədər xəttə gözləyərsinizmi? Əlbəttə. Solomonun cavab verəcəyini gözləyən Lekton təbəssümlə Smithson İnstitutunun blankına baxdı. Kimdə olsa da Solomonlar klanında tənbəllər yoxdur. Peterin şəcər ağacına çox sayda uğurlu maqnatların, nüfuzlu siyasətçilərin və bir neçə görkəmli alimin, hətta London Kral Cəmiyyətinin üzvü olan bir neçə şəxsin adı bəziyirdi. Peterin sağ olan yeganə qohumu, Catherine adlı bacısı da elmi genləri miras almışdı. O, insan biliklərinin Naitika adlanan qabaqcıl sahəsi üzrə aparıcı mütəxəssis idi. Mənim üçün bütün bunlar Çin yazısıdır. Bir il əvvəl Peterin evində qəbulda Catherine'in Naitikanın mahiyyətini ona başa salmağa çalışdığını xatırlayan Langdon fikirləşdi. O Catherine'i diqqətlə dinlədi. Sonra isə cavab verdi. Elmdən çox magiyaya oxşuyur. Catherine oyunbazlıqla göz vurdu və dedi: "Onlar siz düşündüyünüzdən sıx bağlıdılar." Dəstəkdə yenidən katibin səsi eşidildi. "Üzr istəyirəm. Mister Solomon hazırda telefon iclası keçirir. Heç cür azad ola bilmir. Bu gün bizdə hamı elə bil iynə üstündədir." "Qorxusu yoxdur, mən bir də zəng edərəm. Bilirsiniz, o sizi məsələnin məğzi ilə tanış etməyə xahiş elədi. İzin verirsinizmi?" "Əlbəttə." Katib dərindən nəfəs aldı. "Sizə çox güman məlum olduğu kimi, səxavətli xeyriyyətçilərimizə minnətdarlıq əlaməti olaraq Smithson İnstitutu hər il təmtəraqlı gecə keçirir və bura mədəniyyət elitasının bir çox təmsilçisi təşrif buyurur. Bank hesabındakı sıfırların sayına görə mədəniyyət elitası dairəsinə daxil olmadığını Langdon bilirdi. Hərçənd Peter istənilən halda onu da dəvət edə bilərdi. Ənənəyə uyğun olaraq təmtəraqlı şam yeməyindən əvvəl hər il proqram nitq edilir. Xüsusi olaraq bunun üçün Smithson İnstitutuna Milli Heykəllər zalı ayrılıb. Vaşinqtonda ən yaxşı zal. Bir dəfə siyasət haqqında mühazirə dinlədiyi dəbdəbəli zalı xatırlayan Langdon düşündü. Divarları boyunca 38 ən görkəmli Amerikalının heykəlinin bəzədiyi çox böyük zalda ideal yarım dairə ilə 500 açılıb yığılan stul düzülmüşdü. Nə vaxtsa nümayəndələr palatası iclaslarını heykəllər zalında keçirirdi. Çətinlik isə baxın bundadır. Cavan adam davam etdi. Lektor xəstələnib və xanım indicə bizə bildirib ki, çıxış edə bilməyəcək. Sustu. Sonra davam elədi. Biz tələsik ona əvəz axtarırıq. Mister Solomon sizə çox ümid edir. Langdon o dəqiqə cavab vermədi. Mənə? Bunu qətiyyən gözləmirdi. Peter daha layiqli namizəd tapa bilər. O dərhal sizi təklif elədi. Professor, təvəzzükarlıq etməyin. Qonaqlarımız çıxışınızdan valeh olacaqlar. Mister Solomon Bookspan TV kanalındakı məruzanı oxumağınızı xahiş edir. Bu bir neçə il əvvəl olmuşdu. Yadınızdadırmı? Sizə heç razılaşmaq da lazım gəlməyəcək. Paytaxtımızın arxitekturasındakı simvollar haqqında danışırdınız. Belə bir gecə üçün çox gözəl mövzudur. Langdon buna şübhə edirdi. Əgər yaddaşım məni aldatmırsa, söhbət daha çox binanın mason tarixi haqqında gedirdi. Nəinki, bəli, məhz elədir. Sizə məlum olduğu qədər Mister Solomon gecəyə dəvət olunan dostlarının bir çoxu kimi masondur. İnanın, onlar mühazirənizi məmnuniyyətlə dinləyəcəklər. Ümumiyyətlə baxanda heç bir çətinlik yoxdur. Langdon qərar aldı. O mühazirə materiallarının hamısını evdə saxlayırdı. Nə etmək olar, mən fikirləşərəm. Tədbir ayının neçəsindədir? Katib pərtliklə öskürdü. Bilirsiniz, Sir, tədbir bu gün baş tutacaq. Langdon qəhqəhə çəkdi. Bu gün? Biz elə buna görə əl-ayağa düşmüşük. İnstitut çox pis vəziyyətdə qalıb. Katib tez-tez danışmağa başladı. Mister Solomon Bostona şəxsi təyyarə göndərməyə hazırdır. Uçuş cəmi 1 saat vaxt alacaq və gecə yarı üçün evə qayıdacaqsınız. Bostonun Logan adına aeroportunun işgüzar aviasiya terminalı tanıyırsınız? Taparam. Langdon könülsüz etiraf etdi. Peterin istədiyinə həmişə nail olması təəccüblü deyil. Çox gözəl. Ora deyək ki, saat 5 üçün gələ bilərsiniz? Hə də, mənə başqa heç nə qalmır. Langdon çəp-çəp gülərək bildirdi. Mən sadəcə Mister Solomonu sevindirmək istəyirəm, Sir. Peteri hamı sevindirmək istəyir. Fikirləşdi Langdon və başqa çıxış görmədiyindən dedi. Yaxşı, ona çatdırın ki, mən razıyam. Əla, katib çox böyük yüngüllük hissi ilə bildirdi. Langdona təyyarənin quyruğuna əhk olunmuş nömrəsini və digər zəruri informasiyanı xəbər verdi. Maraqlıdır. Heç olmasa kimsə Peter Solomona yox deyib. Langdon kofe dəyirmanının yanına qayıdıb, içinə toxum əlavə etdi. Bu gün biraz çox kofein ziyan etməz, fikirləşdi. Ağır gün olacaq.